Branding hər keçən gün dünyada öz aktuallığını itirir. Bəli, bunu mən sizə İlkin Manafov ölkədə ilk branding haqqında kitabı yazan biri kimi deyirəm ki, dünyada branding dövrü özünü rasional, doğru seçimlərə doğru hərəkət edir. Başqa sözlə desək, brandingin özünün belə istiqaməti dəyişir. İnsanlar əvvəllər emosional qərarlar verirlərdisə, bugün dünyada hər şey daha riyazi və yaxud daha riyazi görünən amillərin üzərinə keçir. Birinci növbədə qeyd edeyim ki, gəlin burada bir aydınlıq gətirək. Riyazi o demək deyil ki, insanlar həqiqətən də hər şeyi hesablayıb addım atır. Yox, qətiyyən yox. Sadəcə bugün brendlər özlərini daha rasional göstərdikləri anda daha effektiv kommunikasiya qururlar. Konkret misallara keçək. Düşünün ki, bir vaxtlar biz supermarketə girirdik və supermarketlərdə çalışırdıq ki, brendləri alaq. Bugün isə Almaniyada, Avropada supermarketlərin, əsasən də private label və yaxud discount segmentdə olan supermarketlərin piştaxtasının 75%-i özlərinin qurduqları brendlərdir. Yəni, siz bir mağazaya girirsiniz və orada olan məhsulların 75%-i, 80%-i bu mağaza şəbəkəsinin özünün markasıdır. Yəni, marka deyil, yəni private label'dır, yəni özləri düzəldir. Bu bütün sahələrdə belədir. Məsələn, bizim sahədə, mebeldə insanlar aldıqları yeri brend kimi görürlər. Aldıqları məhsulu brend kimi görmürlər. Məsələn, siz mutfaqçı aldığınız zaman düşünürsünüz ki, hər halda mutfaqçı daha premium məhsuldur. Vacib deyil, bunu İspaniyadan gətirir, İtaliyadan gətirir, Almaniyadan gətirir. Əsas odur ki, mən mutfaqçıdan alıramsa, zəmanəti bir nöqtədən götürürəm. Və yaxud şərti digər Azərbaycandakı digər pərakəndə şəbəkələr. Bunlar neyini edirlər? Çalışırlar öz markalarını önə versinlər. Və bu günləri biz sahibkarlar çalışmalıyıq ki, məhsul brendlərindən öz pərakəndə brendlərimizə doğru hərəkət edək. Bunu mən çox zaman üfürülmüş marka deyirəm. Yəni ki, bir marka ki, üfürülübdür, artıq onu bir şirkət, yaradan şirkət yetərincə baha qiymətə qoyubdur. Onu satmaq sərfəli olmur. Həm müştəriyə sərfəli olmur, çünki müştəri artıq pul ödəmiş olur, həm də pərakəndə şəbəkəyə, retailerə doğru olmur. Almaniyada olan şəbəkələr bunun bariz nümunəsidir. Lidl, Aldi, bu şirkətlər göstərir ki, ümumiyyətlə alıb satmaq dövrü bitibdir. Alıb satmaq dövrü özünü yaradıb satmaq dövrünə gətiribdir. Yəni bu günlərim hardansa aldım, eyni məhsulu satdım dövründənsə, müştərini başa düşməlisən, ona uyğun məhsul yaratmalısan və yaratdığın məhsulu öz pərakəndə şəbəkəndə satmalısan. Bir sözlə, düşünürəm ki, siz də bu haqda fikirləşməlisiniz. Al-sat dövründən yarat-sat dövrünə doğru keçid eləməlisiniz və müasir brendingin öz analoqunu, öz formasını dəyişdiyini real şəkildə görməlisiniz. Sizinlə söhbət eləmək çox xoşdur. Mənim YouTube kanalımda uzun müddətdir mən video paylaşmırdım. Düşünürəm ki, belə qısa videolarla artıq fikirlərimi səninlə paylaşacağım. Həmçinin bir neçə yeni formatlarım var, onları da sizə deyəcəm. Uğurlar.